Hörmətli izləyicilər, sosial şəbəkələrdə belə xəbər yayılıb ki, işləməyən vətəndaşlarımız icbari tibbi sığortaya 16 manat ödəniş ödəyəcəklər və biz bununla bağlı vətəndaşlarla sorğu aparıb onların fikirlərini öyrənək. Bəstə Məcid qızı. Bu heç doğrudan da ağla gəlməz bir şeydir. Bunu kim düşünüb, hansı formada düşünüb, hansı pullu məmur düşünüb, bunu cəmaatın canına salıb. Bəyəm cəmaatın hamısı işləyir Azərbaycanda. Gör nə qədər işsizlər var. Yəni ki, siz bununla razı deyilsiniz. Qəti razı deyiləm. Özü də orada bir şey də deyirlər. Deyir ki, məcburi də deyil. Amma faiz də gələcək ödəməyənə. Bu faiz gəlmək nə deməkdir? Məcburi deyil nə deməkdir? Anlamaq olmur bunu. Bunu kim fikirləşib? Hardan bu ağıllarına gəlib? İndi də ki, işləməyənlər 16 manat. Bir evdə tutaq ki, neçə uşaq var? Ailə var. Bir nəfər tutaq ki, işləyir. Heç bir nəfər də o da nə maaş alır ki, bizim indi işləyənlərimiz nə maaş alır? 16 manat götürüb ora verəndə, bunun dolanı, bu çörəyi nə ilə olacaq? Bunu fikirləşmək lazımdır. Cəmaatın dolanı, cəmaatı ayağı qaldırmaqdır bu. Bax, bu məqsəd cəmaatı ayağı qaldırmaqdır. Fikirlərlə cəmaatın beyninə bəzi şeyləri salmaqdır. Prezidentimiz gözəldir, prezidentimiz yaxşı, həqiqətən də onun iş qurması, gözəl siyasəti, devlətçiliyi, idarə etməsi gözəldir. Digər ki, bunun ətrafı imkan vermir. O adama imkan vermirlər ki, o adam işini görsün. Onun işinə kölgə salmaqdır bu. Mən belə düşünürəm. Fərhad Rzayev, Bakı şəhər sakini. Yaxşı, bir adam ki, mən iş yeri tapmıramsa, mən hardan bunu ödəməliyəm? Bunu məcbur necə eləyə bilərlər ki, yaxşı, mən bunu işləmirəm, ödəyə bilmirəmsə, cərimən eləməlidir. Bir də qaldı ki, mən əgər pensiyadayamsa, pensiya az qalıb. Mən niyə cərim ödərəm, işləmirəm. Xahiş edirəm, geçirib fikirləşsinlər. Sizə də çox sağ ol deyirəm, təşəkkür edirəm ki, bu mövzuya toxunmuşsunuz. Bu mövzu doğrudan yaralı mövzudur. Səmədzad Teymur Səmədoğlu. Mən bunlar razı deyiləm. İcbari sığorta, belə baxanda, şəxsən mənə çox pis münasibət bəsləyir. Mən işləyirəm, hər ay 30 manat 2% icbari sığorta verirəm. Amma gedəndə xəstəxanalara, gedəndə poliklinikaya görə pulun verməlisən. Yəni ki, mən buna çox mənfi baxıram. Həbibov Fəxrəddin professor. Çox narahat olan sualdır. Bir də ki, o məsələni ki, kim qalxızıb ortaya qoymaz, o adama mən ağıllı adam deyə bilmərəm. Ona görə Respublika külli miqdarda işsiz adam var. İş də yoxdur, çox çətindir iş tapmaq. Belə adamı indi narazı salmaq, küçələrə salmaq düzgün şeydir. Adım Mahmudov Elnarə. Məncə işləməyən insan ayda 16 manatı necə ödəyə bilər? Ona görə doğru bilmirəm. Məncə bu əsasını tapmayan xəbərlərdir. Bununla bağlı fikirlər. Vallahi mən də oxudum, sözün düzü mən də oxudum. Biraz qəliz məsələdir də. Çünki işləməyən məsələn də pensionerlər. İndi pensionerlər 16% ödəmə bu biraz çox qəliz məsələdir. Mən özüm həkiməm və məsələn bizim pensiyamız minimal sosial pensiya verirlər də bizə. Əvvəl 280 idi, indi olub 337 manat. İndi yəni bundan 16% necə olacaq, nətər olacaq, o biraz qəliz məsələdir. Bununla razı deyil. Qəti razı deyil. Hüseynov Fəxrəddin. Mən başa düşmürəm. Bu işsiz adam o sığortanı necə ödəyəcək? O cəriməni hardan ödəyəcək? Hardan qazanacaq o pulu ki, o cəriməni ödəsin? Yəni sığorta pulunu. Öyle işləsəydə orada sığorta pulu çıxır da. Bu qanunu kim çıxardısa, inandırım ki, elə bir ki, xalqa qarşı bir düşmənçilik edir. Belə şey yaranmaz. Mümkün olan şey deyil. Mən gəl işləmirəmsə, sığorta pulunu hardan verir? Gələ işləyim ki, sığorta pulunu verim. Belə deyil. İndi mən buna qane deyiləm, bəyənmirəm bu qanunu. Bu qanunu geri çəkmək lazımdır. Başqa bir qanun çıxarsın. İnsanları işinə təmin eləsin. İşləsin, o da sığortasını versin. Və salam, şüddənmə. Sərxan Aslanlı. Əlbəttə ki, insanların maaşlarını, əmək haqqılarını düşünmək lazımdır bu qərara verməmişdən qabaq. Çünki ölkədə minimal əmək haqqı 393 manat, 400 manat arasıdır. Və buna görə məncə işləməyən şəxslərdən 16 manat pul almaq illik 200 manata yaxın pul edir ki, bu da böyük bir nəvazibdir və o pulu məncə vətəndaşlarımız verə bilməyəcək. Yəni siz bu qərarla razı deyilsiniz? Xeyr, mən şəxsən orta əmək haqqı alıram, mən 600-700 manat civarı. Şəxsən mən razı deyirəm, çünki o məbləğ illik, yəni çox məbləğ sayılır. İşləməyən vətəndaşlar onu şəxsən verə bilməz. Çünki ölkədə işsizlik də var, hal-hazırda işsizlik də çoxdur. Ona görə yəni verə bilməz. Sevinç xanım, heç yaxşı fikir deyil. Heç yaxşı fikir deyil. Yəni sual yaranır. Bu insan işləmirsə, bu tibbi sığorta necə ödəyə bilər?
Necə ola bilər o məsələ? Çox mən yenə maraqlandım, hamı narazıdır. Razı olan heç bir vətəndaş yoxdur. Yəni bu çox absurd bir şeydir də. Düzgün olmayan bir şeydir. Bu işləmir. Əslində işləməyənə kömək eləmək lazımdır. Sosial yardım vermək lazımdır ki, o gündə özünü doğrulsun, yaşasın. Yoxsa mən işləmirəmsə, mən 16 manatı niyə verməliyəm? Çox narazıyam. Mən xahiş edərdim ki, bu fikir təxirə salınsın, ləğv olunsun. Cavanlarımız yazıqdır, onsuz pis gündədirlər. Vallahi pis gündədirlər. Yaşlı adamlar bilirik ki, pensiya alır. Bir tərəf dolanıcı. Bu cavanlar olmaz axı belə bir şey eləmək. Vallahi mən bilmirəm bu qərarı kim çıxartıb. Mən də maraqlanmışam. Vallahi biz işdə də çox narahatıq bu məsələyə görə. Yəni bu qədər. Hörmətli izləyicilər, icbari tibbi sığorta ilə bağlı vətəndaşlarla sorğu apardıq. Sorğumuzdan belə bir qənaətə gəldik ki, heç kəs bu yeni qərarla razılaşmır.